Salam dostlar, bugün sizə BMW logosu düzəltəcəyik. Birinci giririk garaja. Cumrunu götürürük, vururuq bura. Qara eləyirik. Sonra bura keçirik. Bunu ancaq ağ rəng eləməliyik. Onun üçün bir damcı bəli uzatsız. Tutsun deyənə bütün hər yeri. Belə vurduz bütün hər yerə. Mesela alınmır. Biraz ancaq burada içəriyə də sala bilərsiniz. Alınmadı neyse. Bir damcıları bütün hər yerə tutmurdu. O yüzden bizden çıxır. İndi içəriyə salar. Göy rəngidir. Bu çox yekədir. Buraya koyaq, bunu götürək. Nə rəng eləyirik? Mavi rəng. Bura koyduk. Bir tanesi də %100 bura. Belə yaxşı da alına bilməz. Belə yaxşı alınmaz. Mən elədim indi. Axı yalandan da eləyirəm. Qoyduq bunu. Bura nə yazacaqdım? B. Ağ rəng eləyirik bunu. Balcalaşdırırıq. Göy olan yerə vururuq. Göyün üstünə elədik ki. Bura qoyduq. Düz bura. Deyəsən bu mu? Bu olmalı. W olmalı. Belə vururuq. Bu video biraz az oldu mən bildiyimə görə. Ancaq vururam bura. Hamısını seçirik belə. Gətiririk bura logo olan yerə. Balcalaşdırırıq. Ballatırıq bunu belə qoyuruq. Düz burasına da düzdürməyə çalışırıq. Yaxşıdır, pis deyil. Vururuq. Bu da bizim BMW logomuz. Gələn videolarda nə videosu çəkim istəyirsə, nə maşına çəkim, onu deyin mənə. Bir dənə maşınla, o dediyiniz maşının şəklini atın mənə. Şəkil gəlirsə, prosta dəqiq bilmirəm YouTube'da şəkil atmaq olur olmursa. Ancaq olsa, adını deyin maşının mənə, bəlkə tapdım. Neyse dostlar, sağ olun. Yox, hələ yox. Hələ BMW-ni nə yığım görəsən BMW-yə. Bu video uzun eləmək istəyirəm. BMW yığım bugünləri. Birinci giririk bura. Son ayarını. Ya da dostlar, sağ olun, görüşənə.